Gördüğünüz bu 2023-cü il model Hyundai Grandeur Black Ink, hansı ki Azərbaycanda Black Edition kimi tanınan bu avtomobilin qiymətini və əlbəttə ki, ideal endirimli qiyməti axırda söyləyəcəm. Avtomobilin qiyməti çox sərfəlidir, lakin bunu videonun axırında söyləyəcəm qiyməti. Avtomobil ümumiyyətlə heç bir detalında rənglənmə, cızıq belə yoxdur. Ən ideal versiyadır. Ən full komplektasiyadır, maksimal komplektasiya kaligrafiya seriyasındandır və avtomobilə əlavə funksiyalar əlavə olunub, alınarkən zavod funksiyaları və bununla yanaşı satıldıqdan sonra ilk sahibi avtomobildə müəyyən upgrade'lər eləyib. Deməli, bunlara nələr aiddir? Gördüyünüz kimi ilk öncə bagajın üzərində olan məhz bu kiçik wing, bu spoiler, bununla yanaşı disklərdə spacerlardan istifadə olunub və avtomobilə baxanda da avtomobil daha enli görsənir. Bu sözsüz ki, avtomobilin yol tutuşunu artırır və bunlar əlbəttə ki, rəsmi qaydada təsdiq olunmuş spacerlardır. Yəni bu illegal deyil. Yəni bunlar birbaşa təsdiqlənmiş, lisenziyalı olan spacerlardır. Bununla yanaşı avtomobil 20 inçlik qara disklər, hansı ki Black Edition standart komplektasiyasında gəlir və bundan əlavə gördüyünüz Alcon supportlar qoyulub. Bu avtomobilin tormuz məsafəsini daha da qısaldır və tormuzları daha da yaxşılaşdırır. Təkərlər Pirellidəndir, təzə təkərlərdir, idealdır. Avtomobildə toçka belə yoxdur, ideal bir maşındır, çox yaxşı vəziyyətdədir. Az öncə də qeyd etdiyim kimi heç bir detalında əlavə iş getməyib, rəngləmə olmayıb, birbaşa orijinal zavod boyasındadır avtomobil. Avtomobilin funksiyalarına nəzər yetirsək, göz salsaq, deməli, əlbəttə ki, sunroof var avtomobilimizdə. Bununla yanaşı head-up displaydir, 2 mərhələli oturacaqların yaddaş paketidir, yataq modudur oturacaqlarda. Bununla yanaşı yandan şişmə oturacaqlar, ən full komplektasiya olduğuna görə head-up displayimiz də var və sərnişin oturacağının biznes paketidir, hansı ki arxada əyləşən sərnişinin daha rahat olması üçün, daha geniş ərazi olması üçün, sürücünün məhz o oturacağı idarə etməsi üçün yanda olan knopkalardır. Adaptiv kruz kontroldür, 360 kameradır, xətt izləmədir, radarlara yaxınlaşdıqda birbaşa avtomobilin öz sürətini tənzimləməsidir. Bununla yanaşı pavrotniklərdə sağa və sola dönmə zamanı güzgülərdə kör nöqtənin göstərilməsidir, kör nöqtədir və ən gözəl şeylərdən biri avtomobil sahibi bütün avtomobil daxilində olan cızıla biləcək hər bir detala, hansı ki gördüyünüz kimi piano black trimlərdən istifadə olunub və skrin özü çox böyükdür, sürətlər paneli elektrondur və bunun üzəri çox rahat cızılan bir materialdır, lakin burada avtomobil sahibi hər bir detalın, gördüyünüz hər bir parıldayan detalın üstünə PPF çəkdirib ki, cızıq düşməsin. İdeal vəziyyətdədir avtomobil. Və əlbəttə ki, Bose səs sistemidir. Bose səs sistemi çox gözəl akustikası var. Bir sözlə əzizləyicilər, avtomobil möhtəşəmdir. İndi isə qiymətə gələk. Avtomobilin qiyməti, gömrük daxil, hər bir şey daxil, cəmisi $37.500.